Yenidən topu qəbul edir. Qaçır qabağa Kamran Quliyev. Top gəlib çatır ona. Kamran Quliyev toxunuşunu edir. Kamran və gol! Kamran Quliyev Vuynoviçə. Səhv, uzaqdan zərbə indirilir və gol! 76-cı dəqiqədə Araz Naxçıvan komandası hesabı açır. Samir Abdullayev, ondan zərbə və gol! Mükəmməl zərbə Samir Abdullayev. Maçın son saniyələrində əla zərbə ilə ümumi gedişata çox təsir göstərir. Murad Məmmədov topu qəbul elədi. Zərbəsi və qola baxın. Gənc oğlan möhtəşəm qolla Neftçini Şamaxı ilə görüşdü. Üstünlüyünü bir qədər də artırır. Ötürmə Toraldan. Yox, bu zərbədir və bu qoldur, bu möhtəşəm qoldur. Toral Bayramov. İşarə gelir. Turan Manafov zərbə indirir və gol! Turan Manafov. Zərbə alınmadı, uzaqdan zərbə var, qola baxın, qolun gözəlliyinə baxın. Patrik Andrade, 42-ci dəqiqə. Möhtəşəm bir zərbə və əla bir gol Patrik Andrade'dən. Xəyal, Tellur'la oynuyor, hücumu devam edir. Qapıya zərbə və gol! 77-ci dəqiqə, əla bir gol Tellur Mütəllimov'dan. David Gomis, zərbə və top qapıda. David Gomis fərqləndi bu onun. Emin birbaşa qapıya və hesab açılır. Emin Mahmudov düz ünvana göndərdi. Tovuzda hesab açılır. Qarşılaşmanın 9-cu